Axır ki, yaxşı vərdişləri həyatda yaratmağın qısa və dəqiq yollarını öyrəndim. Keçən videoda da bəhs etdim ki, bir dəyişim müddətindən keçirəm və hər dəfə yenilənmə yaşadığım zaman yeni bilgilər öyrənirəm. Köhnə bilgilərimi indiki həyatıma necə tətbiq edərəmi sorğuluyuram. Amma sanki hər dəfə bir xəmir var əlimdə. O xəmirdən daha fərqli bir yemək bişirirəm. Özüm də hər dəfə sonunda hansı yemək alınacağını çox böyük maraqla gözləyirəm. Bu dönəm də həmin dönəmlərdən biridir və keçən videoda da bu dönəmdə oxuduğum kitab haqqında məlumat vermişdim. Atomik vərdişlər James Clear'in yazdığı və dünyada bestseller olan kitablardan biridir. Hansı ki, milyonlarla insanların həyatını dəyişməyə səbəb olub. Bu gün yaxşı vərdişləri yaratmağın 4 əsas addımını danışacağam. James Clear deyir ki, birinci olaraq yaratmaq istədiyiniz vərdişi görünür edin. Beynimizdə təqribən 11 milyon duyğu reseptoru var və bunun hardasa 10 milyonu görmə hissəmiz üçün ayrılıb. Yəni əslində bu onu göstərir ki, insan gördüyü şeyə nə qədər məruz qalır. Yəni əslində sanki biraz da gördüyümüz şeylər bizi şəkilləndirir. Gəlin görək, biz bu qaydanı yaratmaq istədiyimiz şəxsiyyətimizə necə müsbət mənada istifadə edə bilərik. Öz nümunələrimizə keçmədən öncə kitabda yazılan bir təcrübəni bölüşmək istəyirəm. Boston şəhərində General Hospitalında həkim olan Anne Thorndike xəstəxana işçiləri üçün və ziyarətçiləri üçün onların xəbəri olmadan bir yemə vərdişi proqramı qurub. 6 aylıq bir proqram qurub və bu sadəcə indi deyəcəyim o görünür olma hissə ilə bağlı olan vərdişləri dəyişməklə əlaqəlidir. Xəstəxananın bufetində hər zaman kassanın yanında rəngli içkilər, spirtli içkilər, energetik içkilər qoyulurdu və insanların əksəriyyəti bunları sevdiyi üçün, meyilli olduğu üçün bu içkilərdən də çox alırdı. Su isə sadəcə kassanın biraz arxa hissəsində olan rəfdə qoyulurdu. Bu həkim kassanın ətrafındakı içkilər yerində qalmaq şərti ilə 3 ay içində suları bir neçə müxtəlif yerlərə düzməyə başladı. Rəngli içkilər yenə kassanın yanındaydı, amma artıq sular daha çox yerdə görülməyə başlamışdı və beləliklə 3 ayın sonunda 11,4% rəngli içkilərin satışı aşağı düşməyə, 25% isə suların satışı yüksəlməyə başlamışdı. Daha sonra bu rəngli içkiləri biraz daha azaldıb suları da onların yanına qoyduqdan sonra insanların içmə vərdişlərində ciddi bir fərq hiss olunmağa başladı. Eyni qaydada artıq sağlıqlı qidaların da yeri dəyişilməyə başladı və bu insanların sağlamlıqlarına da olduqca müsbət təsir etdi. Biz bəzən fikirləşirik ki, seçimləri özümüz edirik. Bəlkə də bunu zənn edirik. Çünki insan gördüyünə yaxınlaşmağa çox meyllidir. Yəni bəzən gördüyümüz an düşünmədən avtopilotda hərəkət edirik. Buna bizim seçdiyimiz qidalar, shopping zamanı etdiyimiz seçimlər, bir çox hallar daxildir. O an əslində biz avtopilotda davranırıq. Çünki insan hər zaman düşünməyi istəmir. Çünki düşünmə bir enerji tələb edir insandan. Şuurlu səviyyədə yaşamaq biraz daha çətindir. Çünki hər şeyi düşünmə insanın enerjisini azaldır, amma avtopilotda edərkən biz heç orada necə enerji sərf etdiyimizi hiss etmirik. Elə bəzi vərdişlər də avtopilotda baş verir. Lakin çox zaman diqqət edin, bu vərdişlər bizim neqativ vərdişlərimiz olur. Amma onların dəyişdirmə yolları var. Fikir vermisinizsə, biz ac olduğumuz zaman mətbəxə daxil olanda orada masanın üzərində ilk nəyə gözümüz sataşırsa onu da yeyirik. Bu chips də ola bilər, peçenya da ola bilər, bir alma da ola bilər. Sanki o an orada nəyin olmasından asılıdır bizim nə yeyəcəyimiz. Çünki hər an düşünmək istəmirik. Bir növ sanki gördüyümüzə məruz qalırıq. Bunu bilmək, gördüyümüz şeyləri dəyişdirməyi və yenidən planlama fürsətini bizə verir. James Clear'in bu cümləsi çox diqqətimi cəlb eləmişdi. O deyirdi ki, ortam insan davranışını formalaşdıran görünməz əldir. Yəni biz zənn edirik ki, bunu mən seçdim, amma əslində isə mən ortama məruz qaldım. Elə məhz buna görədir ki, Coca-Cola'da satışlarının 45%-ni məhz öndə olan rəflərdəki satışlarından həyata keçirir. Bu psixologiya ümumiyyətlə marketinq strategiyasında da çox geniş istifadə olunur. O zaman nə edirik? Ortamı öz arzuladığımız vəziyyətə uyğun yenidən formalaşdırırıq. Məsələn, hər gün üzünüzə qulluq etmək istəyirsinizsə, üz qulluq vasitələrini üzə qoyun. Əgər sağlıqlı qidalanmaq istəyirsinizsə, bazarlıq etdiyiniz zaman o sağlıqlı qidaları daha görünür yerə qoyun. Soyuducunun arxa rəfinə deyil də ön rəfinə qoyun ki, hər qapını açanda onu görəsiniz və ondan istifadə etmək yadınıza düşsün. Və yaxud da su içmək istəyirsinizsə, su qabını görünür yerə qoyun. Ortamla bağlı digər maraqlı fakt isə ortamın əslində əşyalarla dolu bir məkan deyil də münasibətlər
fikirlərlə dolu bir yer olduğunu söyləməsi oldu mənim üçün. Yəni siz evinizdə bir divanda həm dərs oxuyub, həm yemək yeyib, həm əylənib, həm telefona baxıb, həm də kitab oxuyub zaman keçirirsinizsə, bu yer sizin zehniniz üçün qarışıq bir yerdir. Müəllif deyir ki, bir məkan və bir hərəkət. O bunu öz misalından yola çıxaraq danışır. Deyir ki, evdə işlədiyim ilk zamanlarda mətbəxin masasını həm yemək yeri etmişdim, həm də işləmə yeri etmişdim. İş saatım bitdikdən sonra yemək yeməyə başladığım zaman mən iş həyatından şəxsi həyata keçidi seçə bilmirdim. Çünki eyni məkandaydım. Bu əslində bizim produktivliyimizə də təsir edir. Eyni zamanda bizim tam dincəlməyimizə də mane olur. Belə olduğu halda biz məkanları ayırmalıyıq. Çünki İnsan zehni yerə də bir məna bağlayır. Təsadüfi deyil ki, biz bir yoldan keçəndə orada etdiyimiz şeylər yadımıza düşür. Çünki zaman və məkan anlayışı, orada nə etdiyimiz bizim üçün çox önəmlidir. Beləliklə, ortamınızı yenidən düzəldin və yaratmaq istədiyiniz vərdişləri daha görünür edin. Bir də unutmayın ki, yeni məkanda yeni vərdişlər yaratmaq çox daha asandır. Çünki artıq beynimizdəki köhnə vərdişlərlə savaşmırıq. Qayda 2. Cəlbedici edin. Fikir vermisinizsə, insan beyni daha çox həzz duyğusuna meyl edir. Yəni, harda rahatlıq varsa, harda əyləncə varsa, harda özünü komfortda hiss edirsə və yaxud da nə ona fürsət kimi gəlirsə, o ona həzz verir. Buna isə biz dopamin deyirik. Biz adətən düşünürük ki, hər hansısa bir mükafat duyğusuna çatanda biz dopamin yaşayırıq. Amma hal-hazırda alimlər sübut edib ki, o arzuya gedənə qədər ki, yoldakı gözləntimiz də bizə dopamin verir. Məsələn, bilirsiniz ki, bugün axşam evə qayıdacaqsınız və onlayn özünüzə bir alış-veriş edəcəksiniz. Artıq bunu düşünmək bədəndə xoş hisslər yaradır. Hələ etməmisiniz, amma edənə qədərki duyğular bizi artıq həyəcanlandırır. Və yaxud da uşaq vaxtı hamımız yeni il gününü, açacağımız hədiyyəni böyük bir həzz duyğusuyla gözləyirdik. Bəlkə də açdığımız zaman buna sadəcə bir neçə dəqiqə vaxt gedirdi, amma günlərlə biz o anı düşünüb həyəcanlanırdıq, xoş hisslər keçirirdik. Bu zaman da əslində biz dopamin yaşayırdıq. Diqqət elədiniz də biz müsbət hisslərə necə çox meylliyik? Bəs vərdiş yaratmada bunu necə istifadə edə bilərik? Yaradacağımız vərdişi də daha cəlbedici hala gətirib çıxarmalıyıq. Deyək ki, siz Netflix izləməyi çox sevirsiniz, amma bir tərəfdən də idmanla məşğul olmaq istəyirsiniz. Müəllif bu ikisini birləşdirməyi təklif edir. Yəni, ehtiyac duyduğunuz şeylə sevdiyiniz şeyi birləşdirmək. İdman edərkən Netflix izlədiyinizi düşünün. Sizcə nə qədər yorularsınız? Və yaxud da idmana ayıracağınız enerji nə qədər sizə yüklü gələ bilər? Daha az. Və yaxud da səhərlər yürüyüş etmək istəyirsiniz, amma tək olmaq sizin üçün maraqsızdır, bunu etmək sıxıcı gəlir, gözünüzə durur. Amma bir tərəfdən musiqi dinləməyi sevirsiniz və ya podkast dinləməyi sevirsiniz. Yürüyüş edərkən podkast dinləmək və ya musiqi dinləmək bu prosesi sizin üçün asanlaşdırır. Yəni, etmək istədiyiniz şeyi biraz daha cəlbedici hala gətirin. Ya da qəhvə içməyi çox sevirsiniz və gün ərzində zəng eləyib 3 satış eləməlisiniz. Qəhvə içib bitdikdən sonra o müsbət hisslərdəykən telefonu əlinizə alıb 3 nəfərə zəng etmək daha asan gəlir. Dolayısıyla bu vərdişi nə qədər cəlbedici etsək, onu reallaşdırmaq da bizim üçün o qədər asan olar. Üçüncüsü və mənim ən sevdiyim, sadələşdirin. Mükəmməl yaxşının düşmənidir deyə cümlə ilə başlayacağam bu başlığa. Çünki insanların birincisi xəyalındakı arzu belə çox mükəmməldir. Nəinki etmək istədikləri. Əslində beynimizdə birincisi xəyalımız sadələşməlidir ki, ona olan baxışımız da bir rahatlaşsın. Biz bəzən hər şeyin ən yaxşısını istəyirik. Ən mükəmməl bədənə sahib olmaq, ən yaxşı yazını yazmaq, ən yaxşı geyimə sahib olmaq. Bunlar bir növ beynimizi yüklüyür. Beləliklə, arzulanan vəziyyətə də gedib çata bilmirik. Birincisi, zehnimizi sadələşdirək. İkincisi, ona olan baxışımızı sadələşdirək. Üçüncüsü isə addımlarımızı sadələşdirək. Yenə də idman misalı üzərindən gedəcəm. Bilirəm ki, çoxsunuz etmək istəyirsiniz, amma necə edəcəyinizi bilmirsiniz. Əgər işə gedib gəlirsinizsə və idmana da yazılmaq istəyirsinizsə, işdən evə qayıdarkən yol üzərində olan hər hansısa bir idman zalına yazılmaq sizin beyniniz üçün daha sadə bir çarədir. Çünki beyin nə qədər az çaba sərf edirsə, o qədər daha rahat o işi görür. Gəlin etiraf edək ki, müasir dövrdə bizim beynimiz çox
tez yüklənir və enerjimiz həddən artıq çox israf olunur. Biz enerjimizi qorumalıyıq. Amma enerjimizi də doğru yerə, düzgün şəkildə istifadə etməyə bacarmalıyıq ki, müəyyən zaman, müəyyən illər keçəndən sonra özümüzdən məmnun birinə dönək. Əgər bu gün çox böyük çəki atmaq istəyirsinizsə, bunu birdən-birə özünüzə böyük rəqəm olaraq hədəf qoymayın. Beyninizdə sadələşdirin. Çünki mental yük artıq o işə başlamanın qarşısını almağa başlayır. Mənim yanıma da insanlar gəlir, deyirlər ki, çox özgüvənli olmaq istəyirəm, ünsiyyətdə möhtəşəm olmaq istəyirəm, istədiyim biznesi qurmaq istəyirəm. Hər şey əlbəttə insan üçündür, amma birdən-birə mükəmməli arzulayıb, amma bu nöqtədə nə edəcəyini bilməmək müəyyən zaman sonra insanı daha depressiv, yorğun, tükənmiş və özgüvənsiz hala gətirir, çıxarır. Amma unutmamalıyıq ki, hətta ən böyük biznes belə çoxlu əmək, davamlılıq, maddi-mənəvi resurs, dayanıqlılıq istəyir. Addımları böyük-böyük atmadıqca daha kiçik addımlarla biz istənilən hər vəziyyətə gedib çata bilərik. Birinci məqam beynimizi yükləməməkdir. Digər ən vacib məqam isə bir vərdişi hər zaman təkrarlamaqdır. Müəllifin burada yenə sevdiyim bir cümləsini deyəcəm. O deyir ki, bir işdə ustalaşmaq istəyirsinizsə, yeni bir plan qurmağınıza ehtiyac yoxdur və yaxud da qüsursuz davranmağınıza gərək yoxdur. Sadəcə onu hər zaman təkrar edin. Ya ki siz pianino çalmaq istəyirsiniz, belə bir arzunuz var və Mozartın əsərlərini çalmaq istəyirsiniz. Təbii ki, birdən-birə o əsəri hədəf qoymaq bu an ona çatmağımıza əngəl ola bilər. Amma bu ay sadəcə cip-cip cücələrimi çalmağı belə hədəf qoysanız, ona çatmaq daha real ola bilər. Bəlkə də biz bunu özümüzə yaraşdırmırıq, amma yaraşdırmasaq da gün keçir, zaman keçir, biz nə o mükəmmələ gedib çata bilmirik, nə də özümüzdən razı qala bilmirik. Onun üçün də biraz standartları aşağı qoyub, baxışımızı sadələşdirib, sadə yolları tapmalıyıq. Ən vacib məqamlardan biri də ortamı növbəti işiniz üçün hazırlamaq. Məsələn, sabah səhər idmana gedəcəksiniz, artıq bu gün axşam idman paltarlarınızı hazırlamaq. Və yaxud da sabah səhər su içmək istəyirsiniz, artıq bu gün axşam su qabınızı su ilə doldurmaq. Və yaxud da bu həftə sağlam qidalanmaq istəyirsinizsə, indidən tərəvəzləri, meyvələri, onlara uyğun reseptləri hazırlamaq və soyuducuda saxlamaq. Yəni ön hazırlıq artıq işin yarısı deməkdir. Biz çox zaman ön hazırlıq etmədən birdən dururuq və o ağır hisslərlə etməyə olan ziddiyyət də işin içinə girərkən hansısa bir vərdiş yaratmağa çalışırıq və bu çox xaotik bir hal yaradır. Sadələşdirin bölməsinin içində 2 dəqiqə qaydası adlı bir başlıq var kitabın içində və James Clear təklif edir ki, özünüzə bir kitab oxumağı hədəf qoymağı deyil də, sadəcə bir səhifə oxumağa hədəf qoya bilərsiniz. Və yaxud da hər səhər 30 dəqiqə yoga etməyi deyil də, 2 dəqiqə nəfəs texnikası etməyi hədəf qoya bilərsiniz. Beləliklə beynimiz üçün çətin gələn o məqam sadələşir və etmək əslində gözümüzə durmur. Bir də açar nöqtələrdən biri günün içində qərar vermə anlarıdır. Gününüzün necə keçəcəyini bilmək istəyirsinizsə, günün içində o sadə görsənən qərar anlarına diqqət edin. Çünki hər günün içində sanki 2 yol ayrımı var və biz adi bir qərarla ya sağa ya sola gedə bilərik. Məsələn, hansısa bir işiniz var, durub etməlisiniz, amma içinizə gələn sıxıntıdan əliniz telefona gedir. O an, o qərarla sosial mediaya daxil olduğunuzda 1 saatınızı itirmiş ola bilərsiniz. Artıq günün içində verdiyimiz qərar bizi bu istiqamətə doğru dəyişməyə başladı. Və yaxud da o anı yaxaladığınız zaman fərqinə varırsınız və işi bitirdikdən sonra sosial mediaya girə bilərəm deyirsinizsə, bu istiqamətə doğru irəliləməyə başlayırsınız. Yəni əslində günün içini kiçik qərar anları idarə edir. 4-cü qayda məmnun edici edin. 1998-ci ildə Karachidə 9 milyondan çox insan yaşayırdı. Pakistanın əsas şəhərlərdən biri idi. Lakin insanlar orada müxtəlif şəraitlərdə yaşayırdılar. Hətta əhalinin 1/3 hissəsi zibil qutularının yanında yaşayırdı, çirkli sulardan istifadə edirdilər. Həyat səviyyəsi o qədər də yüksək deyildi. Stephen Luby adlı bir səhiyyə mütəxəssisi bu əraziyə səfər edir və bir müddət orada qalır. Onun səfər etməsinin əsas məqsədi bu şəhərdəki ortamı daha yaxşı bir hala gətirmək idi. Və araşdırmalarında görür ki, bir çox problemlərin qaynağında yayılan ishalın, uşaq xəstəliklərinin, eləcə də böyüklər arasında yayılmış virusların əsas səbəbi sadə əl yuma vərdişinin olmaması idi. İlk başda bunu təbliğ etməyə və bunu qruplar şəklində öyrətməyə çalışır, amma bir zaman sonra görür ki, xalq əslində bunun fərqindədir. Yəni əl yumanın nə qədər vacib olduğunu bilir, amma etmir. İnsanlar
İnsanların çoxusu əlini sadəcə suyun altında tutur, sabunlamır, yemək hazırlamadan öncə əllərini yumur, bəziləri sadəcə tək əlini yuyur və beləliklə çirklənmə, virus və bu kimi hallar şəhər daxilində yayılırdı. Məhz bu an onun ağlına bir ideya gəlir. O məşhur sabun firması ilə anlaşır və həmin şirkət Karachiyə məhz bu sabunları paylayır. Və bu sabunları paylayarkən insanlara bu bir nömrəli sabundur. Bunu istifadə etdiyiniz zamanda əliniz daha çox köpüklənir, gözəl qoxu gəlir mesajı verildi və həqiqətən də bu işə yaradı. İnsanlar əlini yuyarkən daha çox köpükləndiyini görməyə başladı, xoş qoxu almağa başladı. Dolayısıyla bir zövq duyğusu yarandı. Bu onlarda uzun müddət təkrarlanmağa başladığı üçün bir vərdiş halını yaratdı. Artıq böyükdən kiçiyə hər kəs əlini sabunlayırdı. Sabun hər zaman var idi, amma insanlar ona yaxın getmirdi. Edəcəyimiz vərdişə həzz duyğusu bağlamalıyıq. Ona hər hansısa bir məmnunluq hissi əlavə etməliyik. İllər öncəsində saqqız çeynəmək çox dadsız və hətta zövqsüz bir şey idi, amma insan psixologiyasını bilən şirkətlər ona dadlandırıcılar əlavə edərək, gözəl qoxu əlavə edərək onu bizim həyatımızda sanki bir növ vərdişə çevirməyimizə səbəb oldular. Eyni zamanda istifadə etdiyimiz diş macunları, onlar əgər qoxusuz, zövqsüz, dadsız, acı olsaydı biz onları istifadə etmək istəməyəcəkdik. Beləliklə, beyin bir şey etdikdən sonra həmən pozitiv hiss yaşayırsa, onu təkrar-təkrar etmək istəyir. Vərdişlərimizə bunu necə əlavə edə bilərik? Etdiyiniz hər hansısa yaxşı bir vərdişdən sonra daxilinizdə müsbət hisslər yaşayın. Məsələn, əgər bu gün yürüyüş etdinizsə və bunu təkrarlamaq istəyirsinizsə, motivasiyanızın artması üçün bir cədvəl götürün, ayın tarixi olsun həmin siyahıda və bu günün qarşısında bir işarə qoyun. Bu işarəni görmək beyninizdə bir məmnunluq hissi yaradacaq, özünüzdən məmnunluq və bu da bu davranışı davam etməyinizə səbəb olacaq. Bu 4 başlığı sadəcə mənimsədikdən sonra hərəkətə keçirməyə başladığımız zaman elə daxili dəyişimin ilk dalğalarını almağa başlayacağıq. Necə ki bunu mən etdim. Əvvəllər düşünürdüm ki, vaxtım çatmır istədiyim hər vərdişi yaratmağa. Sonra anladım ki, bunun doğru yollarını, daha dəqiq qısa yollarını öyrənməliyəm və məhz Atomik Vərdişlər kitabı mənə bunda kömək etdi. İndi təsəvvür edin ki, yaratmaq istədiyiniz o vərdiş nədirsə, onu bu an düşünürsüz və onu sadələşdirib, görünür edib, cazibəli edib və ona həzz duyğusu qoşub bugündən hərəkətə başlayırsınız. Sizcə 2 ay sonra necə biri olarsınız? Necə hiss edən biri olarsınız? Məncə indikindən 100% daha yaxşı hiss edən biri olarsınız. Elə isə bugün başlayın, addımlarınızı atın və vərdiş halına gətirdikdən sonra bu videonun da altına qeyd edin ki, digər insanlara da ilham olasınız.